Heydər Əliyev 102. Dahi şəxsiyyətin nurlu xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Bir zamanlar adını çəkənləri az qala xalq düşməni elan edirdilər. Amma tarix bu şəxsiyyətin Azərbaycanın xilaskarı olduğunu yaşatdı bizə. Dünya siyasətçilərinin heyranlıqla izlədiyi, qarşısında dimdik dayandıqları Heydər Əliyev hər zaman Azərbaycan milləti üçün əl çatan oldu. Bəzi dırnaqarası vətənsevərlərin planları üzündən illərlə doğma vətəninə buraxılmayan Əliyevin 1993-cü ildə əsl vətənsevərlərin təkidi ilə Azərbaycana dəvəti isə millətin xilası oldu. Yüksək tribunadan Heydər Əliyev Azərbaycana dəvət edən yeganə insan isə Cahangir Hüseyn Əfşar oldu. O zaman deputat kürsüsündə əyləşən siyasətçi ölkənin Heydər Əliyevə ehtiyacı olduğunu qorxmadan, çəkinmədən dedi. Sonunun heç də yaxşı olmayacağını bilə-bilə Heydər Əliyevin vətənə qayıtmasını istədi. Gəlin həmin anları canlı şahidin öz dilindən eşidək. Biz bak bu zarı çıkan oğlanı yüzümüze düşmeni eləmişik. Gəlsin, otursun bizden iştirak eləsin. Biz de ona baxalım. Bizden böyüktür, hamımızdan böyüktür. Ben elə gəlir ki, burada yoksan olmaz. Burada gəlin oyunları qutaraq. Bu oyunlar başlayıb 88-ci ilin fevral ayından. Keçən ilin may ayının 18-də biz burada Ali Səviyyədə sədr seçəndə qaldırıb baxa bilərsiniz. Mən çıxış elədim, göstərdim ki, gəlin dövlət şurası yaradaq. Bugün bizim respublikamızı bir dənə vahid qüvvə var, o da Heydər Əliyevdir bu çətinlikdən çıxartmağa. Ya onu Ali Səviyyədə sədr seçməliyik, ya dövlət şurası yaradıb onu sədr təyin eləməliyik. Qutarmaq lazımdır bu oyunları. Yalandan hərə gəlib 1 il, 5 ay, 3 ay Ali Səviyyədən sədr işləyib respublikanı bu çətin vəziyyətə salmasın. Artıq respublikanın torpaqlarının onda bir hissəsi gedib və hücumlar da davam edir. Artıq qardaş qırğını var. Əlimiz qana batıb. Düzgün danışmaq lazımdır. İndi də oyun oynayırıq. Kimsə öz vəzifəsinə görə, kimsə öz keçmiş ambisiyalarına görə, kimsə öz çətinliklərinə görə. Mən üzümü Heydər Əliyevə tuturam. Bizim ağsaqqalımızsınız, böyümüzsünüz Heydər Əliyev. Ancaq sizdən bir xahişim var. Gəlin bu xalqa, bu millətə siz bir ata kimi, bir böyük kimi rəhbərlik edin. Siz bu millət çətin vəziyyətdədir, bizi Fələstinin gününə salıblar. Bizim milləti çox acınacaqlı vəziyyət gözləyir. Bizim təhlükəli düşmənimiz ermənilər o qədər də sadə düşmən deyil. Konstitusiyanın 121-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyətləri Azərbaycan Respublikasının Ali Səviyyətinin sədrinə keçir. Biz bugün bütün səlahiyyətləri, yəni prezidentin səlahiyyətlərini Ali Səviyyətinin sədrinə konstitusiya əsasında verməliyik. Bugün Ulu Öndərin anadan olmasının 102 illiyi tamamladı. Əlbəttə bu təbii ki, Azərbaycan xalqı üçün çox önəmli bir gün. Və Allah elə qismət edib ki, mən hələ lap uşaqlıq vaxtımda Ulu Öndərlə təmasda ola bilmişəm. Yəni, bunun da səbəbi oradan irəli gəlib ki, mənim atam Hüseyn Hüseynov Tarix Fakültəsində o devirdə 52-57-ci illərdə Heydər Əliyev ilə bir fakültədə oxuyublar və onun da timsalında mən atama görə dediyim kimi, laf uşaqlıq devrindən Ulu Öndərlə təmasda ola bilmişəm. Və bunların hamısını tarixini danışmaq istəmirəm. Ancaq onu vurğulayıram ki, indi bilirsiniz də bu tarixi şəxsiyyət 69-cu ildə hakimiyyətə gələndə az bir müddətdə geridə qalmış Azərbaycan Respublikası bütün sahələrdə mən deyərəm, az bir müddətdə SSR miqyasında ən qabaqcıl respublikaların birinə çevrildi. Ardı arası kəsilməyən o devirlərə uyğun olaraq sosialist yarışlarının qalibləri oldu. Respublikamızın ziyalıları, mədəniyyət işçiləri, kənd təsərrüfatı sahəsinin işçiləri, sosialist əməyi qəhrəmanları aldılar. Bakı şəhərində böyük işlər görüldü. Respublikada mən deyərəm ki, o devirdə pambıqçılıq, üzümçülük çox vüsət aldı, böyük inkişaf etdi.
İndi o devir bizim cavanlıq devrimiz idi. Bakı şəhərində də, həmçinin Respublika rayonlarında böyük tikinti işləri aparıldı. Və ittifaq miqyasında da Azərbaycanı tanıdılar. Mən ona qədər də inanın da indi az yaşım yoxdur. Mən şahid olurdum ki, biz Azərbaycanlıyıq deyəndə bizə çox qəribə baxırdılar. Bəlkə də tanıya bilmirdilər. Ancaq bir Bakı deyəndə Bakını tanıyır. Lakin Heydər Əliyevin gəlişi ilə mən sizə bir mənalı deyirəm ki, ittifaq miqyasında Azərbaycan böyük belə bir, necə deyərlər, Azərbaycan millətinə qarşı da böyük belə bir inam, hörmət yarandı. Əlbəttə bunların hamısını danışıb uzun-uzadı vaxt aparmaq istəmirəm. Lakin çox təəssüflər olsun ki, 87-ci ilin axırlarında, oktyabr ayında da vaxt ermənilərin təkidi ilə, indi bunu da hamı bilir, yüzlərlə, bəlkə də nə bilim, bəlkə də daha çox anonim məktublar göndərilirdi Moskvaya. Mən bunun da şahid olmuşam, edimdə bayaq müəyyən qədər yaxın münasibətlər olub. Və axırda belə məsələ qoyuldu ki, Heydər Əliyev müəyyən cəhəti ilə bağlı səbəblər tapdılar və onu siyasi bürodan kənarlaşdılar. Əlbəttə, o devirdə bizim Azərbaycan rəhbərliyi də Sovetlərdən asılı idi. O Sovetlərin qorxusu, xofu o qədər oturmuşdu ki, inanın ki, Heydər Əliyevin adını çəkməyə bir adam cürət etmirdi. Hətta onun, mən açıq deyirəm, yaxın insanlar, yaxın qohum əqrabaları, mən bunların hamısının canlı şahid olmuş. Belə bir vaxtda da, indi bilirsiniz, 90-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəldi. Bakıda da onu çox hörmətsiz qarşıladılar. Mən də o qarşılanmada iştirak etmişəm. Və səhəri günü o Naxçıvana üz tutdu. Naxçıvanda onu böyük büsatla qarşılandı. 91-ci ilin Ali Sovetin seçkilərində Heydər Əliyev əvvəlcə Naxçıvan Ali Sovetinin, sonra da Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçildi. Və yenə də Azərbaycan rəhbərliyi bunu, necə deyərlər, yəqin ki, Moskvanın təhriki ilə heç cürə bunu qəbul etmək istəmədilər. İnanın, o devirdə də indi Palyaniçko, Mütəllimov belə bir məsələ qoymuşdular ki, ümumiyyətlə Heydər Əliyev əgər parlamentdə gələcəksə, onu orada, necə deyərlər, ən belə çətin bir vəziyyətə salsınlar, bunu imkan verməsinlər danışmağa. Çox təəssüflər olsun ki, Azərbaycan da elə orada oturan 400-ə yaxın Ali Sovetin deputatları da əksəriyyəti bu məsələyə qoşuldu. Hətta ürəyində o böyük insana hörməti olan insanlar da, dediyim kimi, Sovet xofundan, indi bu xofu da hamınız bilirsiniz, Stalinin, Sovet devrinin repressiyaların bir adam Heydər Əliyevin, necə deyərlər, heç yanında oturmağa cürət etmir. Belə bir vaxtda 1992-ci ilin, bilirsiniz, Mart ayında böyük faciə oldu, daha doğrusu fevralın 26-sında Xocalıda və martın 3-də fövqəladə sessiya çağırıldı. Əlbəttə, artıq Heydər Əliyev parlamentə iclaslarına qatılmırdı. 91-ci ilin payız sessiyasında ona qarşı olan o təzyiqlərdən sonra gəlmirdi. Bu barədə də mən uzun-uzad danışmıram. Və mən 92-ci ildə belə bir vəziyyət yarandı ki, Xocalıda böyük bir qətilyam olub. Bunu da olaraq Respublika rəhbərliyi xalqdan gizlədi. Mən də onda gənc polis rəisi idim, Ağdaşda polis rəisi. Bu hadisələrin də mən, yəni Qarabağ hadisələrinin birinci gündən şahidi idim və Respublikada elə bir vəziyyət yaranmışdı ki, ardı arası kəsilməyən ermənilərin təqiblərində Azərbaycan əhalisi kütləvi surətdə köçürülür, istəyir Qərbi Azərbaycandan, Ermənistan Respublikasından, istəyirsə də Dağlıq Qarabağ ətrafından. Və son hadisədə vurğuladım, Xocalıda böyük qətilyam törədildi.
Belə bu vaxtda sessiya çağırıldı. Artıq Azərbaycan xalqı da başa düşürdü ki, mütəllim o hakimiyyəti artıq necə deyərlər, bu hadisələrdən qarşısını almaq gücündə, qabiliyyətində deyirlər. Mən belə anda, da indi valla necə deyim, bunları deməsəm bugün bəlkə də özümdə rahat olmaram. Ali Sovetin tribunasına qalxıram və onda mütəllim orada iştirak edir və zalda da bir təxminən 2000-3000 adam var idi. Bütün siyasi qüvvələr, respublikada olan ziyalılar ilə həmçinin Milli Ali Sovetin deputatları hamı iştirak edir. Mən çıxışımda əlbəttə bir çıxış elədim orada bir 30 dəqiqə yaxın və əsas çıxışımda vurğuladım ki, bu binanı tikdirən şəxsin, yəni üzümü parlamentimizin bilirsiniz də möhtəşəm binası var. O da Heydər Əliyevin birinci hakimiyyəti dövründə inşa olunub. Dedim, nəyə görə bu zalda oturmaq hüququ olmasın? O hamıdan məşhurdur, böyükdür, böyük siyasətçidir. Biz onu parlamentə dəvət etməliyik. Əlbəttə, bu çıxışım çox təəccüb doğurdu o zalda oturan insanlara. Heç belə deyim ki, heç kəs səsini çıxarda bilmirdi. Hətta məni tanıyan bəzi deputatlar yaxınlaşıb irad tuturdular ki, sən niyə belə danışdın, bu çox faciəli çıxışdır. Əlbəttə, mən onlara əhəmiyyət vermədim, heç bir çıxışımın da necə deyirlər, danışmağıma görə peşman da olmadım. Hətta səhəri günü də, iki gün sonra da Azərbaycan televiziyasına gedib, orada da televiziyada onda Elşad Quliyev idi sədr. Birbaşa yayıb mən bu çıxışımı orada təbrik etdim, təkrar etdim və həmin çıxışın da o devirdə parlamentin orqanı olan Xalq qəzetində, həmçinin də o devirlərdə çox oxunan Ədalət qəzetində də çap olundu. Bir sıra başqa yəqin ki, media orqanlarında da verildi. Təbii bundan sonra mənə qarşı təqiblər, təzyiqlər olsa, təbii də bunları istəmirəm bir də burada əlavə edeyim. Onu vurğuladım ki, daha sonra hadisələri bilirsiniz, 92-ci ilin avqust ayında 91-lər müraciət elədilər səs qəzetində, mərhum Sirus Təbrizli, Əli Nağıyev, Murtuz Ələskərov, Azərbaycan ziyalılar və yenə də Heydər Əliyev deyim ki, hakimiyyətə gəlsin, ya partiya yaratmaqdan inanın ki, çəkinirdi. Buna baxmayaraq həmin dövrlərdə mərhum Sirus Təbrizi Naxçıvana getdi, mən onu yola saldım havalimanından və orada xeyli müddət qalıb və 92-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranması barəsində təsis konferansı keçirildi. Təbii mən o konferansa gedə bilməzdim. Ona görə ki, Daxili İşlər Naziri o vaxtı mənə icazə verməzdi. Bizim də bilirsiniz də xidmətlə bağlı. Başqa əraziyə getməyimiz yalnız icazəliyik. Ancaq ona baxmayaraq 92-ci ilin noyabr ayında Belesvarda mən polis rəisi idim. Orada bir gizli, yarım gizli şəraitdə birinci yapın rayon təşkilatını yaratdıq. Əlbəttə, indi hər şey bütün millətimizə aiddir. Ulu Öndərin hakimiyyətə gəlməsi, apardığı diplomatik danışıqlar, Respublikamızda sabitliyin yaranması və daha sonra da indi son bu 5 ildə qələbəmiz, zəfər qələbəmiz, mən bunların hamısını Ulu Öndərin gəlişi ilə bağlayıram. Məhz o devirdə Ulu Öndər hakimiyyətə gəlməsiydi, mən inanmırdım ki, biz bu ermənilərə qarşı hər hansı bir formada mübarizə apara bilək. Lakin onun siyasəti, sonda da hörmətli prezidentimizin siyasəti nəticəsində biz bu qələbəyə nail olduq. Hər birinizi Ulu Öndərimizin, necə deyərlər, bu anadan olması günü münasibəti ilə elə hamıya öz salamlarımı çatdırıram və elə hesab edirəm ki, Respublikamızı daha da ucaltmalıyıq, daha da inkişaf etdirməliyik.
bütün sahələrdə istəyir korrupsiya, istəyir cinayətkarlıq, istəyir də ki, dünya siyasətində tanıtmalıyıq və iqtisadiyyatımızı da artırmalıyıq ki, insanlarımız daha firavan yaşamaq hüquqları var və mən buna əminəm. Yəqin ki, bu da tezliklə əmələ gələcək. Bir daha çox sağ olun. Bir daha dahi şəxsiyyətin ruhunu ehtiramla anır, Allahdan rəhmət diləyirik.